Salam əziz izləyicilər, hər birinizi xoş gördük. 9 mart 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin keçirmiş olduğu buraxılış imtahanından ingilis dili suallarının doğru izahları ilə tanış olaq. Abituriyent isə yaxşı olar ki, videonu saxlayıb suala özünüz bir baxın, daha sonra izahdan tanış olun. 7-ci sualdan başlayaq, listeningin sonunda sizə mətnini göstərəcəm. 7-ci sualda bizdən, baxın, passive voice sualıdır, məhsul növüdür, dəyişə bilməyəni istəyir, hansı ki passive voice çevrilə bilmir. Burada deməli, birə baxırıq, Alice parka getdi, bu çevrilə bilməz, bazar düzü ən yüksək zirvədir, bu da çevrilə bilmir. Cavab elə 1 və 2-dir, yəni C variantı. Yadda saxlayaq ki, feildən, belə deyək, mübtəda sonra feil gəlirsə, sonra tamamlıq gəlirsə, biz tamamlığı çeviririk, mübtəda vəzifəsinə gətiririk. Misal üçün, müəllim prezentasiyanı qiymətləndirdi, prezentasiya qiymətləndirildi. Deməli, 3-ü çevirə bilərdik. 4-də Sally 2 maralı gördü, 2 maralı görüldü. Deməli, buralı çevirə bilirik. Bizə çevrilməyən lazım idi, yəni C variantı. 8-ci suala baxaq. Deməli, mənim qardaş uşağım, daha doğrusu qardaş qızım danışa bilir, amma mənim qardaş oğlum, baxaq. Qrammatik cəhətdən baxsaq, able-ın trusu olmalıdır. A buna görə yanlışdır. Buna görə D də yanlışdır, able-ın trusu yoxdur. Baxın, but olanda bir tərəf inkar və ya belə deyim, əks formada olmalıdır. B-də ikisi də eynidir, cannot-cannotdur. Buna görə B gedər, C-də can və candir. Deməli, mənim qardaş qızım danışa bilir, Y variantı, fransızca danışa bilir, amma qardaş oğlum yox. Amma varsa bir tərəf əks olardı. Bir də sizə ipucu verim, imtahanda həyəcan falan olarsa, batı gördünüzsə, məsələn, C-də eynisini verib can, B-də cannot. Yəni, eyni olanları atarsınız, bu şəkildə daha rahat tapmaq olar. Getdik 9-cu suala. Düzgün sual cümləsini bizdən istəyir. Variantlara baxsaq. Misal üçün, B variantında you signed verib, amma how many, belə deyək, WH questionlarda did köməkçi feili əvvəldə olmalıdır. Yəni, did you sign olardı. B olmaz. C-də həm did, həm feilin sonunda ed-si olmaz. D-də yenə did və ed verib, burada olmaz və mübtədanın yeri yanlışdır. Y-də isə eyni qayda did var, yəni ed var, belə deyək, və mübtədanın yeri yanlışdır. Ona görə cavab oldu A variantı. How many documents did you sign olar? Yəni, köməkçi feil qabaqda. 10-cu sualda mürəkkəb tamamlıq mövzusudur. Sağ tərəfdə to lunch feili gəlibdir. Deməli, to-lu feildir. Elə feil gəlməli ki, solda to tələb etsin. Let-dən və made-dən sonra to gəlmirdi. Cavab 1 və 4 olur, yəni C variantı. 11-ci sualda bizdən mürəkkəb isimləri istəyir. A-da information isim düzəldir. C-də darkness düzəltmədir. D-də agreement düzəltmədir. Y-də hood düzəltmədir. Misal üçün, B-yə baxsaq, shoemaker, mindset, snowdrop mürəkkəbdir, B variantı. 12-ci sualda sözün mövzusudur. Talk to somebody'dir. To olar bir tərəfdə, bunları ataq. B və C arasında qalırıq. To talk somebody about something və ya somebody olar. Yəni, nəsə haqda danışdı. Haqqında olması lazım, yəni C variantı. 13-cü sual qayıdış əvəzliyidir, asan bir dərsdir. Qız baxdı özünə. Zegöl təkdədir, qızdır, qadın cinsi herself olar. Boy olsaydı himself olardı. Yəqin ki, qayıdış əvəzliyindən bunları bilirsiniz. Boza narahat etmək, trust inanmaq, olta dəyişmək 14-cü sualda. Narahat etmək ən o sözünə sinonim. Buradan tapmaq olar. Trust inanmaq, believe inanmaq. Deməli, dəyişmək də alterdir. To make something different in some way. Bəzi yollarla nəyəsə fərq etmək. 1C, 2A olan A variantı olur. 15-ci sualda do you know-dan başlayırsa, digər tərəf təsdiq formada olmalıdır. Qabaqda olmaz does. C olmaz, D olmaz, has qabaqda olmaz və həmçinin də when-dan sonra bitmiş zaman olmur deyirik. Cavab B variantı 15-də. 16-cı sualda make-up sentence-də cümlə qurmaqdır. Çalışaq ki, imtahanlarda, yəni variantlar üzrə cümləni düzün, görün hansı uyğun gəlir. Biz doğru cavabdan yola çıxaq, D-yə baxsaq 2-4. The girls have been making salad hazırlayırlar, mübtəda xəbər yerində. 6. Deməli, in the kitchen mətbəxdə. For
20 minutes, yəni 20 dəqiqədir ki, hazırlayırlar. D variantı doğru cavabdır. Misal üçün bir dənə Y-yə baxaq burada. 5-3 vermişdi D-də, amma Y-də 3-5 verib. 20 minutes for. Məsələn, 5 dəqiqədir deyərsən, 10 dəqiqədir deyəndə for qabaqda olmalıdır. Yəni, bu hissələri yazmaq üçün yaxşı olar ki, kitabçanın üzərində variantlar üzrə rəqəmləri qeyd edəsiniz. O şəkildə daha rahat olar. Belə və yaxud da ilk hissəni tapıb da yazmaq olar. Misal, 2, 4, 1-i tapsaq, the girls have been making salad. Qızlar salat hazırlayır. Bunu da tapa bilsək, əvvəlinin nisbətən daha rahat tapa bilərsiniz. 17-ci sualda bizdən deməli antonimi soruşur. Yəni əks mənalı. B-də deməli strong güclü, powerful güclü, əks mənalı deyil. Mild mülayim, soft yumuşaq deyil. C-də defensive, protective, ikisi də qoruyucu deməkdir. Y-də massive, böyük, large, böyük, geniş. A-da previous, əvvəlki, next, sonraki əksdir. Yəni A variantı oldu. Getdik 18-ə. 18-də sağ tərəfdə baxırıq ki, deməli Z var. Daha doğrusu best üstünlük dərəcəsidir, qabağında Z olmalıdır. Yəni sağda Z olanı axtaraq. C olmur, B olmur, D olmur. Və foto ismi var. İsmin qabağında bir artikel olur demişdik. Cavab oldu Y variantı. Deməli 19-da Jane səyahət etdi. Bacısı da deyirik. So do I, neyzə do I qaydasıdır. Təsdiqdədir cümləmiz. A-da neyzə verib olmaz. B-də ayzə inkar olmalıdır. Yəni not falan olmalıdır. Bu da getdi. Y-də bat veribsə bir tərəf əks olmalı idi. Getdi, amma tonu verib təsdiqdə. D-də neyzə inkar. Cavab C variantı olur. 20-ci sualda cümlə mənasına baxmaq lazımdır. Bəzi həşəratlar deməli necədir? Nə yazıb bu da? Harmful, zərərli. Amma digərləri də faydalıdır. Amma deyirik, yəni D variantı. Bu arada indi yadıma düşdü sizə bir şey deyim. Listening deyirlər ki, belə deyim, çox keyfiyyətli olub dinləmə biraz problem olubdur. Ona görə də çalışın ki, listeningi çox yaxşı eləyin və diqqətli olasınız və müxtəlif şəraitlərdə dinləmə etməyə çalışın. Yəni, biraz səs-küylü ortamda, biraz televizoru qoyaraq, bu biraz gülməli gələ bilər, amma imtahanda sizi nə gözləyəcək bilinmir. Ona görə çalışın dinləməniz, listeninginiz yaxşı olsun, əgər imkan varsa. 21-ə baxaq. Zəm var. Hansı dərəcə lazımdır? Müqayisə. D-də müqayisə yoxdur. C-də long müqayisə deyil. Y-də də deyil. Məsələn, A-da həm mor, həm olmur demişdik. Həm də ki, mor olmaz longun qabağında. B variantı doğru cavabdır. 22-də will nədən uzlaşırdı? Gələcəkdən indiki uzlaşırdı. C keçmişdir. Y keçmişdir. D bitmişdir. V-dən sonra will olmur. Cavab yəni, oldu B variantı. Sən deməli gəlsən onlar səni incidəcək. B variantı. Getdik mətnə. Mətnə bir göz gəzdirirsiniz özünüz. Mən sizə doğru cavabların birbaşa ünvanını deyəcəm, belə deyək. 23-də bizdən turunu soruşur. 23-də görə turu variantımız nədir? To kill a mockingbird has a great influence on literature. D variantı olur burada. Bu təqlid edən quşu öldürmə əsəri ədəbiyyata böyük təsir olur. Baxın, mətnin həmin hissəni sizə göstərim. Tapa bilsəm təbii ki, bir saniyə. Aha, bunu belə deyək, altına xəttirəm qırmızı ilə. Her first book to kill a mockingbird. Baxın, bu kitab huge success, böyük uğurdu. Bu işi onun lasting impact on literature, ədəbiyyata böyük təsiri olur deyir. Bitmiş zamanda verib hətta. Yəni D-nin eynisi sadəcə, baxın, təsir impact verib, bu da influence verib. Ona görə sinonimləri yaxşı öyrənmək lazımdır. 25-də Harper Lee, yəni bu adam, C-dir cavab bu da. İngilis dili ədəbiyyatından high school, məktəb və yaxud da lisey mənası var. Maraqlanır ədəbiyyatla, yəni bu adam. Bir saniyə, baxın. In high school, Lee developed an interest in English literature, yəni İngilis ədəbiyyatında maraq göstərir, hətta bu cəmiyyətin üzvü olur deyir. Ona görə cavab nə oldu? C variantı oldu. 25-də deməli, onun yazmasına nə təsir edir? Burada cavab bir üstür. Yəni, bu bir ədalətsiz davranış olur başqa insanlara, yəni ayrı-seçkilik mətnində göstərəcəm. Onun çətinləşdiyi, deməli, çətinliklər, daha doğrusu, onun üzləşdiyi çətinliklər. Həmin hissəni göstərim, elə buradadır. Her writing was heavily influenced, yəni ağır şəkildə təsirə məruz qalır. Deməli,
harda ki o çətinliklə üzləşir, witness hardship yazır, and discrimination, yəni ayrı seçkilik, yəni birinə yaxşı, birinə pis davranırsan. Yəni bu 1-3 doğrudur. Digərləri müsbət mənalı olduğu üçün yəni olmaya bilər. Yəni bizə burada olan, belə deyək, mənfi mənalılar lazımdır. Yəqin ki, fikir aydındır. 26-dan mətn nə haqqındadır deyir. Mətn bu Amerikan yazıcısından gedir, hansı ki mükafat qazanır. Söhbət Harper Lee-dən gedirdi. Yəni A variantı. Sizə burada bir ipucu verim, bəlkə kömək olar. Bəzən uşaqlar imtahanda diqqətsizlik, vaxt çatmır filan. Adı görüb həmin variantı götürür. Məsələn, Harper Lee var Y-də, D-də də var. Amma yəni bəzən adı vermir, dolayısıyla o adama xitab edir. Y-də Harper Lee yox, Harper Lee-nin ən çox satılan kitabı deyir. Təbii ki, deyil, bir kitabdan söhbət getmir, bir kitabdan. Yəni yazıcıdan söhbət gedir. Bu Harper Lee də yazıcı olduğu üçün elə biz A-nı götürdük. 27-də asan bir sualdır. Birinci paragrafda isə mütləq birinci paragrafa baxın ki, daha rahat olasınız. To see or observe something happen. Nəyinsə baş verdiyini görmək və yaxud da müşahidə etmək deyirsən. Bu da witness-dir. Yəni to witness sözünü dairə alıram burada. To witness yazsaq doğrudur. 27 belə. 28-də passion sözü istək sözüdür. Enthusiasm, yəni ikinci paragrafda dairəyə aldığım sözdür. Sinonimdir burada. 29-da verilən cümləni iki sözdən tamamlamaq lazımdır. Deməli belə. She left the university, üniversiteti tərk etdi. Sonra görək nə edir? Bir saniyə. Deməli, bir dəqiqə. Bir dəqiqə tapa bilmədim. Aha. She left the university, üniversiteti tərk eləyir. Aha, qərara gəlir ki, deməli yazıcı olma qərarını, daha doğrusu fikrini həyata keçirsin. Deməli burada nə veribdir? University and verib. And-dən sonraki hissə bizə lazım. Decided to pursue her dream of becoming a writer. Writer sözünün yerinə aşağı qeyd edirəm. Author, müəllif yazmaq olar. Bu şəkildə. Daha sonra dream sözü var. Xəyalını qurma anlamında. Bunun yerinə wish yazmaq olar. Bura wish yazırıq. Decide sözü var. Qərara gəlmək var. Make hani bu decide. Aha, dairəyə aldım. Make a decision ola bilər. Bu formada iki söz dəyişmək faydası olardı. 30-cun sizə demin verdiyi açıqlamanı göstərəcəm. Belə bir sualdır. Deməli, hansı uşaqlıq xəyalın sənin həyata keçirməni istəyərdin və nə üçün? Belə bir 3 cümləlik yazı yazmaq tələb olunurdu. Mən onu sizə indi göstərim. Baxın, demin verdiyi açıqlamaya əsasən izaha da yerinə baxarsınız burada. Bizə lazım olan bu hissə. Yəni, belə bir hissə istəyir bizdən. İndi artıq siz 9-da 10-da oxuyursunuzsa, imtahan verməmisinizsə, növbəti illərdə 100 sözlük esse var. Yəni, o formada bir esse tələb olunacaq. Bu format sizə düşməyəcək. Amma yenə esse qurmağı, yazı yazmağı mümkün mərtəbə öyrənmək lazımdır ki, faydası olsun. Bu belə. Listening lazım olarsa sizə, bu da dinləmənin mətni idi. Bir izahını vermədim. Vaxt baxımından həm də yəqin ehtiyac olmaz sizə. Yəni, bu da dinləmənin mətni idi. Belə, əziz abituriyentlər, ümid edirəm faydalı oldu. Daha yaxşı izah vermək üçün tək-tək izah etmək zorunda qaldım. Biraz uzun ola bilər. Ümid edirəm ki, faydalandınız. Hər birinizə bol-bol uğurlar olsun. Çalışın ki, imtahan üçün indidən çalışasınız. İmtahana bir həftə 10 gün qalmış, daha sıx çalışmaq biraz çox da faydalı olmur. Çalışın ki, nə qədər vaxtınız varsa, vaxtınızı yaxşı-yaxşı bölün və yaxşı olacağına inanın. Hər birinizə bol-bol uğurlar olsun.